Bir ədədlə onun tərsinin cəmi 6-da 13-ə bərabərdir. Bu ədədi tapın. Deməli, tutaq ki, hər hansısa bir ədəd, məsələn, tutaq ki, x. Bir ədəd, yəni 200, həmin x ilə onun tərsi, yəni x ilə onun tərsi 1 bölü x-in cəmi, cəm dediyinə görə arada toplama işarəsi qoydum. Fərq desəydi çıxma işarəsi qoymalıyıq. 6-da 13-ə bərabərdir. Deyir, bu ədədi tapın, yəni x-i tapın. Hansı ədəddir ki, onun tərsi ilə özünün cəmi 6-da 13-ə bərabərdir. Buranı, bu məxrəci 1 kimi baxsaq, buranı x-ə vursaq, ortaq məxrəcə gələrlər. Onda alınar belə. X-də x kvadratı, üstə gələk 1 bölü 2 bərabərdir 6-da 13-ə. Məxrəc hər ikisində x-dir deyə x-də x kvadratı plus 1 bərabərdir 6-da 13-ə. Məxrəc x olduğuna görə x-i fərqli götürməliyik 0-dan. Yəni, dəyişənin mümkün qiymətlərinə görə x-i 0-dan fərqli götürməliyik. Sonra çarpaz vuraq. 6x-in kvadratı, 6-nı x kvadratına vuranda 6x-in kvadratı, üstə gələk 6-nı 1-ə vuranda 6 bərabərdir. 13-ü də vuruq x-ə, 13x. Hamısını sol tərəfə yığıram. 13x sağdan sola keçdiyinə görə işarəsini dəyişdi, mənfi oldu. Plus 6 bərabərdir 0-a. Köklərini tapaq diskriminantla. 4 vuraq, 6 vuraq, 6. 13-ün kvadratı 169. 36-nı da 4-ə vuranda 144 mi elədi? Yoxsa 144. 144. Çıxanda qalır 25. Köklər mənfi b, yəni 13 plus minus 25-dən kök 5 çıxır, böl 2a, yəni 2 vur 6. Yəni x1-i tapmaq üçün 13 ilə 5-i toplayırıq, bölürük 12-yə. İxtisar gedir, 6-ya ixtisar gedir, 3 böl 2. Kökün biri 3 böl 2. 2-ni tapmaq üçün isə 13-dən 5-ini çıxırıq, qalır 8, bölürük 12-yə. Bunlar da ixtisar gedir. 2 böl 3 də budur. Bir dənə fikir verin, aldığımız ədədlər nə alındı? Bir-birinin tərsi. 2-də 3, 3-də 2. Bizdən x-i soruşur, yəni hansını istəsən götürə bilərsən də. 3-də 2 ya 2-də 3. Çünki o şərt ödənəcək. Deməli, x bunlardan bir fərq. Aldığımız cavablar da 0-dan fərqlidir mi? Çünki əvvəldən şərt qoymuşduq ki, 0-dan fərqli olsun. Belə.